Salam, sabahınız xeyir olsun değerli dostlar, değerli izleyiciler. Part 2 videom gelsin. Bu günlere yine geldik. Mangalxanada gözümüzü açdıq. Acıydım diyen hiç de aça bilmədim. Dedim elə rahat bir dənə çörəyimi yeyim. Mangalın qavurmasına söz yok. Yani ikinci qavurmanı yedik. İndi ikinci yemeği daha doğrusu yeyirik Allah'ın izniyle. Kardeşimiz sağ olsun. Gətirir. Neçənci menüdür bu? İkinci menüdür. Bəli, dostlar, ikinci menüdür, hazırlanır ki, gəlsin. İkinci sırəmizdə yeyirik. Allah, Məhəmməd, ya Əli deyib gedirik inşallah öz gəzintimizə. Gördüyünüz kimi. Xeyrisi Allah'tan. Dostlar, taksilərlə bugün getməli olacağım. Məcbur, Məhəmməd də aynı. Allah razı olsun, Allah balasını saxlasın. Yormaq istəmirəm, çox utandım həqiqətən. Var olsun, Allah balasını saxlasın ki, dünənlər mən təmənnasız apardı, gəzdirdi, fırlatdı, hər bir şey necə lazımdır, əla və gözəldir. Amma adam istər istəməz utanır, o da iş adamıdır, əziyyət vermək istəmirəm, nə ilahilərdən pul götürmədi. Yəni bu şeylər, belə deyim, Allah balasını saxlasın, amma mən əziyyət də vermək istəmirəm boş-boşuna. Ona görə Məhəmməd da məndən inciməsin, əllərindən öpürəm. Sabahlarıma zəng eləyəcəm, mən havalimanına aparsam. İnşallah ki, dostlar, kanalımızı bəyənib abunə olun. Belə bir gözəl yerlərdən xəbəriniz olsun. Belə gözəl yerlərdən dostlar. İnşallah Naxçıvandayıq hal-hazırda mangalda. Bu da ikinci menümüz gəldi stola. Sadəcə dana əti ilə plov zakaz elədim. Bu da salatımız, çörəyimiz, sopumuz vesaire vesaire vesaire. Bu da bizim özümüz. İnşallah kanalı bəyənin. Ha, bax deyirəm. Hələ sübhə başlamışıq. İnşallah daşı gedəcək, görək inşallah yolumuz haralardır, nədir, necədir. Maraqlı çəkilişlərim olacaq, kadrlarım olacaq, mütləq bəyənin. Ya Allah dostlar, yediyim qədər yeyə bildim. Qalanı qaldı inşallah. İndi biz hal-hazırda deməlim olta zakaz eləyəcəyik və oradan da inşallah gedirik hara. Ya Allah, bu da boltumuz 57 bazara. Tamam, 57 bazar. Görək nə qədər tutacaq. 2 manat 90 qəpik. Pis deyil. 2.60, 2.30 da var, amma biz elə 2.90'ı bırak. Tamam. Gördünüz dostlar. Aha. Fikrim sizlerde, sipariş təsdiqləmədim. Ya Allah'ım abi. İnşallah gəlir yəqin ki. Hələ qəbul olunmayıb. Aha. Ah, bu ID restore. Tamam, əla. Gəlsin, çıxaq. Gedək görək nə olur. Allah dostlar, çıxdıq hal-hazırda Naxçıvan şəhəri ilə. İrəliləyirik 57 bazar tərəfə. Elədir dədə? Deməli, qardaşımız sağ olsun, gəldi bizi götürdü. Gördüyünüz kimi bolt sifariş verdik. Gedirik indi 57 bazar tərəfə. Oradan da inşallah yolumuz olacaq aviabilet tərəf. Qismət ilahidən görək nə olur. Naxçıvanımızı görürsünüz də, nə qədər gözəl, nə qədər təmiz, nə qədər insanları müasir, yəni inkişaf eləmiş, hər bir şey gündən günə daha da gözəlləşən Naxçıvan şəhərimiz. Yəni buyurun gəlin, valla bax, biz Naxçıvanlı olaraq belə deyək, Talış bölgələrinə gedirik, gəlirik. Nə bilim, Cənub bölgəsi olsun, Qəbəl olsun, Quba olsun, amma mən təəssüf ki, burada görmürəm. Nə Talış görmürəm, nə Qəbələdən görmürəm, nə oradan, nə buradan. Olsa belə bəlkə də çox azdır ki, biz görmürük. Amma bizi hər yerdə görürlər, bilirlər ki, biz hər yerdə gedib gəlirik. Turistik olaraq da gəlib gedə bilərsiniz bu Naxçıvan şəhərinə. Amma çirkləndirməmək, təbiəti korlamamaq şərti ilə.
bu tərəf burdadır Şəhidlər Xiyabanı. Bax. Baxın dostlarım, bax bura bizim Şəhidlər Xiyabanımızdır. 20 yanvar şəhidlərdir hamısı. Abidə salınıbdır. Və buradakı Ulu Heydər Əliyev sarayıdır. Gördüyünüz kimi bizim cənab prezidentimiz burada bizim aviakassamızdır. Ki 57'den sonra inşallah gəlib burada deyəcək ya ola bilsin hava limanına gəldik ya bura gəldik. Deməli dostlar, buralar görürsüz. Bax Naxçıvanın daşına torpağına qurban olum niyə deyirəm? Ona görə ki təmizdir, daşı tufarı təmizdir. Heç bir yerində nə çirk, nə toz, nə bir qram belə heç dat yoxdur da. Yəni Allahın yarpağı yerə düşər, o yarpağı yəni bir dinc ahali, sakin onu götürər, qoyar qırağa ki buranı zaten təmizləyən bizim öz doğma anamız, öz bacımız, öz qardaşımızdır. Yəni təbiəti korlamayan. Gələnlər də ki zəhmət olmasa da siqareti çəkib yerə göyə atmasınlar. Əllərində hər şey götürsünlər. İnşallah gedirik 57 bazara dostlar. Takipdə olun, kanalımızı bəyənib abunə olmağı da unutmayın. Dostlar gördüyünüz kimi gəlmişəm Cahan Ticarət Mərkəzinə. Naxçıvanda baxın. Bu Cahan binalarıdır. Bu da ticarət mərkəzidir. Burada bir-iki dənə şey var idi. Əvvəlik zat aldım. Bundan Bakıda bizdə yoxdur. Yəni bu təmiz dağdan gəlmə əvvəlikdir. Çox da qəşəngdir. İndi isə gedirəm, otel götürmüşəm. Ora Allahın izni ilə. Xeyrisi Allahdan. Gedirəm orada qəşəng oturam. Çay çək. Çəkilişimizə aparaq. Babam da gəldi. Dostlar. Hə, gəldim. Qoy bunu qoyum arxaya da olar. Aha. Beşimizi də qoyduq bura. Ya Allah'ın adı tərpənək. İnşallah. Getdik baba. Toğrul oteldi, Tural oteldi nəydi? Getdik ora. Ya Allah'ın adı. Bu da 57 Naxçıvan 57 tərəfdə də körpüdür ki, o yan bu yan keçid hissələrdir. Burada insanlar otururlar. Əvvəl bunlar park zad yox idi. Sağxana zad dəli idi buralar. Belə yerdə bazar zad olmazdı. Amma indi hər şey maşallah da şərait yaradılıb ki, bazar mazar hamısı var da. Yəni bu da sıxlığımız, insanları, yaşayışı çox gözəl. Mənim xoşuma gəldi. Bir balaca da temp düzəlsə lap yaxşı olar elə. İnşallah. Yengilvari. Yengilvari. Bir balaca. O da inşallah yollarımız açılsa nə olacaq? Yaxşı olacaq. Yaxşı olacaq inşallah. Allah'ın izniyle. Necə ki bizim dəmir yumruğumuz var dədə. Düzələcək. Düzələcək əlbət. O yollar da dəmir yumruqla hasara bir dənə vuracaq. Bildiyin. Sən kes, qayaqdırma bir-biricə. Olsun da o bilmir xanımdır ona görə. Yoxsa sən qayaqarsan, o qayaqacaq axırı bir buruna gələrsin. Deməli bizim dəmir yumruğumuz inşallah cənab prezidentimiz oranın bir dənə hasarına bir yumruq qoyacaq ki, bildiğin atom bombası atasan o hasarı elə dağılmaz. Yəni elə dağılacaq da, elə dağılacaq. Bir dəfəni yol açılacaq, ömürlüyüz daha da, getdi da. Bundan sonra yəni qeyri-mümkündür ki o yol ikinci bir kərə bağlansın. Mümkün deyil. Dostlar, bu da bizim Naxçıvanın yolları, izləri. Tanış olun, binaları, yolları, izləri. Baxın, hər yerdə belə şeylər göstərilmir. Amma biz sizə nə edirik? Xüsusi xidmət göstəririk. Xüsusi Naxçıvanımızı tanıdırıq. Və onu da bildirmək istəyirəm ki, sabah inşallah da artıq Bakıda olacağam. Səhər gələcəm bir də bura. Qardaşın nömrəsini götürəcəm. Oradan da gedəcək şey. Sən prosto o Cahana getməmişdən qabaq bir dənə Arazda saxlayarsan, bir-iki dənə şey var, onları alacağım. Yaxşı. Marketə. Marketə, Araz. Ay sağ ol, hə. Ya Allah'ın adı. Müvəqqəti yerləşdirmə mərkəzi. O müvəqqəti yerləşdirmə mərkəzi nə deməkdir ki?
miqratların zadın Hə, aydındır, aydındır, hə. Xarici ölkələrdən gəlib, burada məsələn yeri olmayanlar üçün vəqəti yerləşdirilmə yeridir. Aydındır, aydındır. Bu da bizim Koroğlumuzdur, elə? Yoxsa qaçaq nəbədə? Ancaq da Koroğludur. Koroğlu. Qatıb qaçdırmıyor, çəkilişdəyik. Polis eləməyək. Qəzəllər tarixlərini bilmir. Bizim Naxçıvan kimi tarixini bilən ikinci bir ölkə yoxdur. Yani dünya yoxdur, dünyada heç kim bilmir. Buradır, Araz, Walmart bura yaxşıdır. Ha, burada hər şey yaxşıdır. Araz market oldu. Bura yaxşıdır. O Cahana gedən yolun üstündə var idi bir dənə Araz. Ona görə dedim. Sən haranı məsləhət Bura Walmart. bilsənsə bura olsun, yaxşı. Baxın, ticarət mərkəzlərinə baxın, orada uşaq üçün əyləncə mərkəzləri zadı. Bəlkə axşam gəldim oranı da çəkdim sizlərə dostlar. Qardaşın nömrəsini götürəcəm. Amma mən yerlərimi niyə görmürəm? Mən yerlərimi niyə görmürəm bu var. Buradadır. Hə. Walmartda bizim yerlərimizdir. Baxın, badamlısı. Nəyi? Badamlısı. Olmazsa olmazın badamlı. Olmazsa olmazı siroba. Badamlısı siroba. Naxçıvanda canı bulutlar. Gel kardeşim, kes gözü yiyərəm. Dostlar, dayanın, gəlin Naxçıvana, pusulardan içməmiş, iş ona getmişsin. Xeyirlisi Allah'tan. Ya Allah'ım. Badamlıdan hangisini göster. Soğuğunu istəyirsən, tapdın. Ürəyin nəsə istəyirsən də, bozma. Belə. Dostlar, Naxçıvanda, əyləncə mərkəzinin yanında belə bir gözəl məkana girmişik ki, Superin üstüdür dayanır. Sizə deyim ki, əla. Ürəyi istəyən gəlib buradan alın, rahat gedin inşallah. Ya Allah'ın adı. Marketimizden çıktık. Gidiyoruz inşallah otelimize. Dostlar, Geri otelinde hal-hazırda. Orada da çayxana zad var. Oturacağım bir qəşəng cadını açacağıq, video açacağıq, paylaşacağıq. Mütləq abone olmayanlar olsunlar ki, bizim bütün məlumatlarımızdan, canlı yayımlarımızdan, hər bir şeydən xəbərdar olsunlar. İnşallah Allah'ın izniyle. Olar ki, çatdıq dostlar. Oteldədir. Bu da. Bura bizim yaşadığımız, qaldığımız yer. Yeni tikilən binalar, Novostroykalar. Baxın dostlar. Gözəl yerdir. Ya Allah, görək kim zəng edir bizə. Gəldik dostlar otelimizə. Gördüyünüz kimi bura bizim otel hissəmizdir. Yəni Naxçıvanda demək olar ən ucuz oteli mən götürmüşəm. Ən ucuz otelimiz budur yəni. Hal-hazırda İnşallah çıxacaq indi bayra. Qəşəng bir çay içək, söhbət eləyək. Ətraf mənzərəni sizə göstərim. Naxçıvanla tanış olun. Xeyirlisi. Dostlar, gəldik belə bir yerdəyik. Sizə ətrafı göstərim. Çox gözəl yerdir. Yaşıllıqlı yerdir hər tərəfi. Tam sərin. Əsl mən istəyəm. Xeyirlisi Allah'tan. Dostlar, qəşəng çay içəcəyik, indi söhbət eləyəcəyik. Baxın, tam ətraflı şəkildə sizə göstərim. Belə böyük bir yerdir, qəşəng ətraf çayxanadır, çox qəşəng yerdir. Burada da sizə deyərəm ki, hər yer idə ağacı, üstündə də meyvələri var. Hər yer əncil ağacı, heç dökülüb yerə keçən ildən bəri qalıb heç yiyən olmuyor. Görürsünüz. Dostlar, qəşəng yaşıllıq zadı var. Çox süper bir yerdir. Vişne ağacı, gilas ağacı, alma ağacı,
Gördüyünüz kimi hər şey üstündə. Almalar nə qədər var. Ya Allah'ın adı. Gözəl yerdir. Qəşəng yerdir. Və bir yer təşkil edək özümüzə oturaq görək harda. Oturup rahat qəşəng bir isti çay içə bilərik. İsti havada isti çay ne yer? Sürüşür. Ya Allah. Üstümüzə gəlib bizi qapmasa yaxşıdır. Yox, it gəlib qapmadı. Amma deyəsən yerimizi tapdıq. Bu palmaların orta hissəsində oturacağım. Belə ağaclıq, gözəl meyvə ərya ağacı. Belə bir palmaların ərazisində otururam dostlar. Danışım sizə bu gözəl Naxçıvanımızdan. Bəli, Naxçıvan dostlar həqiqətən günü-gündən çox gözəlləşir, çox yaxşılaşır. Sağ olsun belə deyək bizim buranın keçmiş idarə heyətinin rəhbəri Vasif müəllim, yəni bildiyimiz kimi buranın belə deyək də cənab Ulu Öndər Heydər Əliyevimizin sərəncamı ilə bura böyük bir dəstək qoyulubdur. Yəni həqiqətən də Allah belə deyək də xalqdan da razı olsun ki bu təmizliyi, bu belə deyək də hər bir şeyi qoruyub saxlayıblar. Yəni öz-özlüyündə buraxıblar, yaşıllaşdırıblar və ətraf təmizliyi riayət edib qoruyurlar. Yəni bunlar hamısı həm göstərişin idarə heyətinin güclü olmağı, həm xalqın dəstəkli bir yerdə olmağı, qüvvətli olmağı. Yəni bunlar hamısı elə belə şeylər deyil dostlar. Bunlar biri-birinə bağlılıq olan şeylərdir və təbiət də belə olmalıdır. Ayrı məsəl üçün baxırıq, məsəl üçün belə deyək də təbiət aləminə biz də bir təbiətin zaten yaradılışıyıq da, hamımız yaradılışıyıq. Adi qarışqalar və s. kimi hər şey necə bir-birini üstələyir, yəni hər bir şey necə bir-birini əvəz edir. Bu Naxçıvanda elədir. Ayrılıq düşmür, yəni qırıqlıq düşmür. Hər şey bir-birini əvəz edir, çox da gözəldir. Çox sağ ol, Allah razı olsun dayı. Ya Allah, görüşək. Niyə dayı? Qoy, bilsinlər ki, necə gözəl bura xidmət göstərsiniz. Dayı, yeməkləriniz adın olur hər şey? Hər şey. Qiymətlər də münasib. Gələnlər Bakıdan hara gəlsinlər? Bura Toğruldur. Toğrula gəlsinlər. Dostlar, dayımız düzdür, çəkinir, utanır, amma gəlin bu Toğrula. Bax sizə bir dənə qəşəng kabab çəksin, lülə, tikə, nə desəz da hər şey vardı yəni. Bax bu gözəl yeri adam qaçırdar əldən. Allah şahidim olsun ki, yox dostlar. Mükəmməl bir yer, qəşəng bir torpaq, təmiz hava. Yəni buranın havası, Naxçıvan havası sizə deyim ki, ekologiyanın ən təmiz havasıdır yer üzərində. Yer üzərində ha. Asma bronxit olan, nə bilim ağciyər xəstəliyi olan və s. kimi hər bir şeyin dərmanıdır. Müqəddəs torpaqlarda bu ərazilərə Allah özü nəzarət eləyib. Yəni Allah özü bu torpaqların bərəkətinə bərəkət qatıb, nemət qatıbdır. Hər yerin düzdür Azərbaycan torpaqlarının sayı hesabı tükənməz qədər sərvəti var. Sayı hesabı tükənməz qədər, yəni ki bir şey ki Allah Taala belə deyək də 12 iqlimin 9-unu verib Azərbaycana. Bu nə deməkdir? Yəni dünyada belə bir şey yoxdur. Naxçıvan da öz havası ilə, duzu ilə, suyu ilə, qəndi ilə, meyvəsi ilə, hər bir şey ilə və ən əsas da çəkdim dayım, çəkdim hamısını. Bəli, çox gözəldir. Valla çox gözəldir. Allah sizdən razı olsun dayı. Allah ömrünüzə ömür qatsın. YouTube kanalında Sultan Ofis yazarsan, bəyənərsən, kanalımızı izləyərsən dayı. Düzdür, yox, çox gözəl yerdə. Valla dayı, Allah razı olsun sizdən. Siz ki, əziyyət çəkirsiniz, buralara baxırsınız. Bizim belə deyək də, həm gələcəyimiz üçün, həm indiki rahatçılığımız üçün çalışırsınızsa, bu böyük bir əməkdir. Allah razı olsun. Və valla,
Həqiqətən də bayaqları deyirəm ki, deyirəm buranın liderləri, rəhbərləri çox mükəmməl, gözəl, yəni burada işlər görüblər. Və əsasən də xalqımız, insanlarımız hər bir şeyin təmizliyini qoruyub saxlayıblar. Hər şeyin ehtiyatını qoruyublar. Bilirsiniz niyə, dostlar? Mən bir söz deyəcəm. Naxçıvan cəmaatının bir xüsusiyyəti var. Söz götürən insanlar deyil. Ona görə hər nə olursa olsun o işi görərlər ki, heç kimdən tənbih və söz götürməsinlər. Düzdür, ağsaqqal. Allah sizdən razı olsun dostlar. Kanalımızı bəyənin. İnşallah bax burada hələ ki buradayıq. Bir çayımızı içək. Dayımız da bizə çay süzdü. Bax limonlu çay. Gözəl. İnşallah siz də gələrsiniz. Naxçıvanın qonağı olarsınız. Belə bir gözəl, möhtəşəm yerdə çay içərsiniz və buraları gəzib səyahət edərsiniz. Mən həmişə demişəm. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan. Var olsun Naxçıvan. Torpaqlarımıza qurban olum hamısına, hamısına. Yəni biz şəhidlərimizi də gəzdik Naxçıvanda, şəhid abidələrində gəzdik. Buranı mən sizə deyim ki, gələk uzun-uzadı gəzmək üçün aylarla gələk mən qalam burada. Çünki buranın Nuh qəbiləsi var. Nuh peyğəmbərin dövründə Nuh peyğəmbərin hətta ziyarətgahı var, qəbr yeri var. Ondan sonra Möminə xatun türbəsi var. Üzr istəyirəm, dişlərimdə biraz problem var deyən. Həm də dodağım yaradı dostlar, buna baxın. Dodağım yara olubdu. Danışa bilmirəm. Nə bilim, xatirələr var, keçmiş tarixlər var, kəndləri var, rayonları var. O rayonların özünə məxsus olan tarixləri var. Yəni böyük bir şeylər var ki, dostlar, bunların hamısını gəzib göstərmək üçün mənə aylar, bəlkə də hətta il, 2 il vaxt lazımdır ki, dostlar, mən burada qalam, sizlər üçün bunların hamısını bir-bir sadalayam və göstərəm. Bu tarix yenə də tükənməz. Yenə də tükənməz. Allah şahidim olsun ki, tükənməz. Bir hələ Əshab-ı Kəhfə getdik. Əshab-ı Kəhfin mən 0.01%-ni çəkdim. Oranın tarixi var, oranın insanları var, oranın quruluşunu bilənlər var, oranın xüsusiyyətlərini bilənlər var, neçə dəfə təmirdən keçdiyini bilənlər var, hər bir daşında, hər bir əziyyətində, hər bir əməyində kimlərin orada belə də əziyyəti var. Bunlar hamısı şərtdir, bunların hamısını bilmək lazımdır. Amma bunlar üçün də bizə böyük bir vaxt lazımdır ki, biz bunların hamısını kadr altına alaq və sizlərə bunları ətraflı göstərək. İnşallah ki, kanalımızı bəyənin. Buradan yenə də deyirəm, çox sağ olsun Naxçıvan Muxtar Respublikasının rəhbərləri, Azərbaycan Respublikasının rəhbəri ki, belə bir əmr verib və buraların abadlaşması üçün, düzəlmək üçün xalqımızın, əsasən də ən böyük xalqımızın dəstəyi, onların lider olan, belə deyək, bağlılığı, insanların qürur hissi, yəni burada hamısı hiss olunur. Burada başqa cürdür hava. Burada tamam başqa cürdür. İnşallah ki, dostlar, Allah'ın izni ilə kanalımızı bəyənin inşallah. Allah kömək olsun hər birinizdən. Rovno 6 dəqiqə sizlərə burada çəkiliş apardım. Çox danışdım, başı zarğıtdım, üzürü sayın. İndi hal-hazırda yenə Boltdan taksi zakaz verdim. Naxçıvan əyləncə adası deyilən bir yer var. Gedirəm oranın çəkilişinə inşallah. Xəttə qalın. Sona qədər istəyən. Dostlar, gəldik əyləncə adasına. Yəqin ki, biraz tez gəlmişik. Hələ biraz cəmaət azdır. Azdır deyəndə yox kimidir. Hal-hazırda. İnşallah birazdan amma buralar ahali ilə qaynayacaq. Ən çox da axşam vaxtı çox insanlar olur. Ya Allah. Bir dənə tripod ala bilsəydim, inşallah sizlərə daha yaxşı, daha canlı effekti çəkilişlər aparardım. O DJI nədir? Bir dənə ondan ala bilsəydi inşallah. Xeyrisi Allahdan. Yəqin ki, alarıq. Allah böyükdür. Takibimi artırsaz, kanalımı bəyənsəz, ondan da alarıq. Burada belə bir yerə gəldim, mini zoopark. İstəyirəm buranı ətraflı sizə göstərəm, əgər açıqdırsa, işləyirsə. Amma deyəsən bağlıdır, səhv eləmirəmsə, indi baxacağıq.
Dostlar, hal-hazırda Mozopark bağlıdır, amma ətraf belənçənə çox gözəl. Bax, əsl istirahət eləyə biləcəyiniz, bax, uşaqlarınızı gətirib burada mükəmməl dərəcədə istirahət eləyə biləcəyiniz belə bir mühit var. Əyləncə adası deyilən, Naxçıvan əyləncə adası deyilən gözəl bir yerdə. Ki, inşallah ətraflı sizlərə çalışacağım, bacardığım qədər göstərim. Yenə də deyirəm, videomuz, vaxtımız azdır, zaryadkamız tükənə bilər deyən. Ona görə bacardığım qədər nələrisə sizlərə göstərməyə çalışacağam. Çox gözəl, səliqəli yerlərdir. Hətta istəyirəm Cahan Avam indesinə girək. Orada bir marojna yeyək, ətraflı buraların çəkilişini aparım sizlərə. Dostlar, Parisdəyik. Gördüyünüz kimi gəlmişik Parisə. Naxçıvan, Paris. Qəşəng. Aha, belə bir gözəl yerdir. Aha, orada da sallanıblar Vikingdən. Qəşəng. Paris. Paris, Naxçıvan. Gözəl. Həqiqətən də Paris qədər gözəldir. Aha. Gördüyünüz kimi hər şey əla, super. Çornun delfinam. Этот fantastik. Yəni buralar bildiyiniz elə bir o Çorlu delfin adlanan ərazidir də. Yəni o Çorlu delfin Naxçıvandaymış. Siz Rusiyada getməyin, yəni başqa bir yerləri gəzməyə gərək yoxdur. Bildiyiniz kimi çox gözəl, bax dostlar. Hər şey öz qaydasında, öz səmərəsində. Bax bura Çorlu delfinam, Этот fantastik deyilən yer. Uşaq olardım, oturardım burada. Tutardım bunu, sürüyərdim, atardım baseynin içində, üzərdim. Çox qəşəng yerdə. Hətta burada mən sizə bir şey göstərmək istəyirəm dostlar. Uşaqlarınız üçün tam əyləncəli. Bax, belə bir qatarlar var. Mükəmməl. Ayda, adam uşaq olardı, Allah haqqı. Baxın dostlar, çox qəşəngdir. Gördüyünüz kimi, burada Cahan AVM. Dostlar, qatara baxın. Arda var bundan. Qəşəngdir, gözəldir. Baxın, indi hal-hazırda qatarımız yola düşəcək. İnşallah. Aha. Gördüyünüz kimi qatarımız yola düşəcək. Çox qəşəng. Super, ləzzət edir. Bura Naxçıvandır dostlar, bura Naxçıvandır. Ora səhnəcik yeridir, çox qəşəng, hər bir şey öz qaydasında. Birazdan mən də orada istəyirəm ona minəm, ətraflı sizlərə tam buraları göstərəm. Ya Allahın adı. Dostlar, gəldik dondurmacıya, burada hal-hazırda dondurmacadayam. İnşallah qəşəng bir dondurmaları yeyərik. Bu arada salam aleyküm, çəkə bilərəm sizi? Bu da bizim abimiz. Cahanda super dondurmacı. İnşallah bizə nə məsləhət görürsən? Fıstıklı dondurmamız var, kesme dondurmalarımız var, çok güzel orijinal Maraş dondurması. En məsləhətli sanatıdır. Mesela Maraş kesme dondurmamız. Fıstıklı, çikolata, sade, yanında baklava ve sos çeşitleri, özel soslarımız var. Tamam abi. Bir dənəsini ver. Görün buradan bax deyəcəm izləyicilərimizə. İnşallah gəlsinlər burada sizin marojnalarınızdan datsınlar. Otururum o zaman mən orada. Terasda. Tamam. Bu arada dostlar, marojnadan əlavə bax belə bir şirniyyatlarımız da hamısı tam gördüyünüz kimi mövcuddur. Hər bir şey öz qaydasında tam gözəl, şəraitli bir yerdir. Çox gözəl ortamdır, dəyərli dostlar, dəyərli izləyicilər. Gördüyünüz kimi teras yerdə oturmuşuq. Dondurmamızı gözləyirik. O da bizim Paris. Gördüyünüz kimi buradan birbaşa Paris'i görmək olur. Naxçıvanda hər şey mövcuddur. O şimdi asker canı neler ister. Dostlar bakın, dondurmamız da geldi. Da bildiğiniz sos, tuzadı süper. Üstünde de limonatası. Çok əla, güzel inşallah. İnşallah hələ bu başlanğıcdır. Axıra qədər gedəcəyik. Göz haqqınızı halal eləyin. Yəni belə bir dondurma. Bildiğiniz kimi mükəmməl bir yerdəyik. Ortam da gözəldir, hər şey əla. Xeyrisi Allah'tan dostlar.
Gəlin Naxçıvana hamımızı gözləyirik. Dostlar, bunu yedik, hesab da gəldi. Çox uyğun. Yəni bildiyin limonata bu. Yəni hamısı bir yerdə. Bildiğiniz çox gözəl qiymətdir. Həqiqətən normaldır yəni. Yerinə görə, əraziyə görə, baxımına görə çox səliqəli və normal qaydadadır hamısı. Xeyirlisi. Ustamıza da təşəkkür edəcəyik inşallah. Əllərinə sağlıq. Afiyet bol şeker olsun. Perfecto, yani bildiğin süper ha, süper. Kendi el yapımı mı? Gel seni de çekelim. Yo, bunlar bize Kahramanmaraş'tan Modo'dan geliyor. Biz de Modo'nun şubesi olarak Naxçıvan'a hizmet ediyoruz. Afiyet Çok olsun. süper. Vallahi çok güzel. Ellerine Her zaman sağlık. bekliyoruz. Herkese Var olasınız. Teşekkür ederim abi. Var olasınız. Her şey süper. Ya bakın, kimler istese Naxçıvana gelenler gelsinler, bu ustamızın el emeğinden daşsınlar inşallah. Hayırlı olsun. Var içeride uşaq əyləncə yerləri çox gözəl, mükəmməl bir qaydadadır. Hər şey çox səliqəlidir. Siz də gətirib uşaqlarınızı burada həm mebel satış yerləri var, həm uşaqlar üçün belə bir əyləncə məkanları var ki, dostlar. Çox qəşəng hər şey. Əla. Siz də gəlin, uşaqlarınızı buralarda əyləndirin. Yəni insanlar görürsün sərin yer olduğundan buralar daha yaxşıdır. Tam ətraflı. Toqquşan maşınlar bizim uşaqlığımızın maşınlarıdır. Çox əyləncəli yerdir. Tövsiyə edirəm. Naxçıvana gəldiniz, gəlin bura. Dostlar, lifti də var. Bu arada ikinci mərtəbəyə qalxacağıq. Gördüyünüz kimi. İkinci mərtəbəni də istəyirəm sizlərə göstərəm. Burada da əyləncə dünyasıdır. Çox qəşəng, maraqlı bir yerlərdir. İstədiyiniz alış-verişi burada eləyə bilərsiniz. Mən istəyirəm bu yan power bank götürəm. Görəsən buralarda var. Uşaq əyləncə yerinə baxaq ilk. Əyləncədir, ikinci mərtəbədə var. Belə bir geyim mağazalarıdır, dükanlardır, formalardır, qab-qaşıq, ləvazimat yerləri və s. kimi bu belə yerlər var. Restorandır, ikinci mərtəbədə yenidən restoran mövcuddur və uşaq əyləncə. Burada lap kiçiklər uşaq üçündür, o birisilər biraz yetkin uşaqlar üçündür. Geyim mağazasına da bir baxaq. Görək nə var, nə yox. Salam əziz qardaşım, necəsən? Çəkilməkdə problem yoxdur ki? Gözəl mağazadır, gördüyünüz kimi. Yəqin mallarınız Türkiyə malları olardı da. Çoxsu Türkiyədir. Aha, aydın məsələdir. Dostlar, gördüyünüz kimi, bax, geyimlər də çox qəşəngdir, formaları yaxşıdır, çox mükəmməl, belə deyək də, yay malları var. Qiymətlər də ki, yəqin münasib qiymətlərdir. Neçəyə çıxır, məsəl üçün, bu geyimin biri neçəyə çıxırdı da? 45'ə. Tamam. Normaldır. Orijinal mallardır, yaxşı mallardır. Xeyirli olsun dədə. Xeyirli olsun inşallah, düşərli olsun. Dostlar, gördüyünüz kimi sizlərə geyim mağazası, gəlinlik dükanı və s. kimi hər bir şey göstərirəm, baxasınız. Uşaqlar üçün belə bir geyim yerləri var. Yəqin ki, prokatdır bunlar, arenda olar. AVM-dən çıxırıq dostlar, hal-hazırda gördüyünüz kimi səhnəcik tərəfdə musiqilər aktivləşir, işıqlandırılma aktivləşir. Demək olar ki, insanlar hamısı baş gələndə nətər idi, indi necədir. Birazdan hələ daha çox canlanma gedəcək. Hər yerdən mən, sən onu soruşma məndən. Sənin olsun, sənin olsun. Dostlar, istəyirəm burada biz hal-hazırda bu atraksiyona minək. Görək inşallah neçəyədir gediş haqqı neçəyədir və bilet yəqin ki almaq lazımdır burada. Soruşum bir dənə qardaşlardan. Dostlar, doğru düşündük. Kartla imiş. Kartı alırsan deməli 2 manata, 2 manat 50 qəpik həmən bu atraksiyonun gedişidir. Və kartı qaytarırsan, belə deyək, həmən şey yenidən 2 manatı qaytarıb verirlər, yəni depozit kimi saxlayırlar. Dostlar, kartımızı götürdük, belə bir kartdır ki, əyləncə adası yazır deyəsən, səhv eləmirəmsə, əyləncə adası, bəli. Belə bir kart nümunə kimi göstərdim, biləsiniz inşallah.
gedirik. Dostlar, geldik, mindik attraksiyona. Hal-hazırda havadan sizlərə tam ətraflı bir formasını çalışdığım qədər göstərəcəm. Dostlar, baxın. Hal-hazırda tam yuxarı formalara qalxırıq. Mənzərə çox mükəmməl. İstəyirəm belə bir formadan tutam. Tam ətraflı görəsiniz. Cahan çox gözəl yerdə. Bildiyiniz kimi dostlar, belə bir gözəl yerdəyik. Baxın, görürsünüz, tam hündür tərəfə qalxırıq və mükəmməl buradan görünüş. Dostlar, belə bir mənzərə. Görürsünüz, buradan bütün park demək olar ki görünür, amma hələ tam yuxarıya qalxmamışıq. Yəni qalxacağımız hələ bir neçə metr hündürlük var. Amma sizə deyim ki, bir balaca hündürlük qorxum olduğundan biraz qorxuram elə bir. Yəni Naxçıvana gələsən, belə yerlərə gəlməyəsən, birbaşa günaha batmış olarsan. Dostlar, mükəmməl, gözəl yerlərdir. Gəlin inşallah. Bayaq ayağa qalxa bilirdim, indi ayağa qalxanda əsməzə tutur, əstirirəm dostlar, əstirirəm. Çox qəşəng, gözəl. Baxın. Tam hər şeyi göstərirəm da sizlərə dostlar. Naxçıvan həm gözəlliyi ilə, həm təmizliyi ilə, həm insanları ilə, həm xüsusiyyəti ilə nömrə 1. Bu hissədən dostlar Nəxçi-Cahan və Körpü yolu deyilən əraziyə baxan hissədir. Digər hissəmiz isə Cahan və park hissəmizdir. Yəni buradan görsənir parkın, kafesi, oturma məkanı, gözəl yerləri və s. kimi hər şey buradan tam aydın şəkildə görsənir. Yaşayış məntəqələri, restoranlar, nə bilim ailəvi yerlər. Sözün açığı, gəlməyək. Bu Naxçıvanı əldən qaçırmayın. Mənzərə öz sözünü deyir dostlar. Dedim sizə əyləncəli videolarımız olacaq. Yəni kanalı bəyənibsiniz. Tez-tez keçməyin. Həqiqətən deyirəm. Çünki bəzən elə bir ani momentdə bir şey olur, o bizdə canlıdır. Nə çəkirəmsə, canlı çəkirəm. Əvvəlcədən nəsə proqramlaşdırıb çəkmirəm. Olduğu kimi. Olduğu kimi. Çox gözəl yerdir dostlar, vallahi. Naxçıvan ürəkdir. Bir vaxt olmadı dostlar, hal-hazırda düşürük. Əyləncəmiz bitdi. Doğrudur dostum. Ya Allah. Əyləncəmiz bitdi. Hal-hazırda eniş istiqamətindəyik. Gözləyək biraz bura ön tərəfə gəlsin. Biz buradan artıq enişimizi eləyək. Ya Allahın adı. Olduğu kimi dostlar. Buradan çıxışda çox sağ olun. Sağ ol ama oğlum. Dostlar, harda var bundan? Nə qəşəng. Deyirəm, bəlkə bir tirdə atam. Nə deyirsiniz dostlar? Ya bunlardan oynayaq, ya tir oynayaq. Dostlar, bildiniz süperdir, amma həyatından son vermək istəyən gəlsin bilsin. Güclü attraksiyondur, yəni beləlinə baxmayın. Mən də Viking istəyirəm gedəm, amma elə buna mindim, biraz qorxdum, yavaş-yavaş gedirdi. Bu baxışım daha çox qorxulu olar. Mənim üçün yanı deyil. Bu arada dostlar, gedirik Viking ərazisinə ki, həmən Paris, London hamısı burada. Çorlu Delfin ərazisi. İnşallah gedək görək başımıza nə oyunlar gəlir. Naxçıvanın Targov hissəsi dostlar.
Yani bildiğiniz Bakıda bizde olan Targovu burada Naxçıvanda da mevcuddur. Kebapları, hər cürə produklar və s. kimi. Kebaplar da ki süper. Qəşəng. Əla. Xeyirli olsun usta. Xeyirli olsun inşallah. Gördüyünüz kimi çox gözəl yerdə. Svejid də hamısı. Aha. Mən də gəlib birazdan burada qardaşın yanında lülə kebabdan yeyəcəm inşallah. Neçə kim istəyirsiniz? 12 kim buradasınız. Birazdan gələrəm inşallah. Dostlar, sona kadar izleyin. Kebabın adına bakıp mütləq sizə deyəcəm. Mütləq olduğu kimi. Marojnalarımız, dondurmalarımız, dönerimiz və s. kimi hər bir şey mövcud. Gedək Paris tərəfə. Ki gedirdik ora. Prosto bura maraqlı oldu deyən çöndüm. Gedirik Viking ərazisinə görək. Ne edirik? Atrasyon. Böyle güzel yerler var bak. Kızartma kartoşkası, dondurması, her bir şey mevcuttur. Böyle bir eğlence yeri var yine. Qəşəng. Burada bizim Viking. Dostlar geldi hal-hazırda Viking'dəyik. Aha. Görək sonumuz ne olur. Oldu bir şey. Dostlar işe düşdük. Sözün açığı heyecanlanıram bir balaca. Ama ne var olduğu kimi de. Ya Allah. Başlayaq. Ahandı. Həzin yaşamı anı. Mən sizə bir dənə mən tərəf boşdur. Ya Allah. Aha. Adamın içi kızışmaya başlayır o. Oğlu hoca şimdi. Bu da böyle. Bana gel, götüme gözüm. Hoppa, bize uyuşma geldi. Dostlar bu da bak. Ya Allah. Hoppa. Kızışma. Gıdık çalır ya. Hoppala. Ayaklarım əsmədi, yalan deyərəm ki. Ayaklarım ki əsir. Hoppala. Dostlar, deyəsən çəkəməyəcəm. Buradan kameradan o kadar şey değil. Canlı tamam başka bir xüsusiyyət yaşayırsan, adamın içi əsirci. Hoppa. Məncə yavaş olsa daha yaxşı olardı. Hoppa. Əsirəm ki, Allah haqqı. Vallahi ki əsirəm. Hoppa. Gözlərim yumulur, da bilmirəm nədir. Bak. Allah hakkı. Allah hamdolsun. Tamam başka bir kemada Allah hamdolsun diyelim dostlar. Hala kalkırıq ha. Əsirəm ki. Tema əsirəm. Vallahi kalkır. Tema yani. Bilmirəm orada necə hiss olunur. Burada başka türe hiss olunur. Ayrı temada. Əsirəm. Bildiğiniz əsirəm. Özüm tema tuta bilmirəm. Yani bu axırıncı mənim bu şeyə minmək olar. Əlim də əsir. Ayağım da. Yani hiss olunur əstirməm. Of, demək olar. Vallahi. Ya Allah. Allah'ım.
ayakları ucu biraz yavaştırdı ya. Rahat olurum. Bak ayakları çok kalktı. Tema. Hoppa. Daha bilmirəm tema nə tərcih ama dayanır şey. Dostlar yaş 38'dirsə mən sizə deyim ki minməyin də bu şeylərə. Allah'a and olsun. Bəlkə də 38 yaşımda son minişim oldu ha mənim. Çünki çox həyecanlandım. Tərləməmişdim hələ bu Naxçıvana gələndən bir dəfə olsun tərləməmişdim. Tərlədim sözün açığı yana. Baxın dostlar, hal-hazırda gözəl istirahət yerləri. Vallahi hər bir şey öz yerində. Bax, gənclərimiz kitab alıb oxuyurlar. Kitaba marağımız. Burada çox gözəl xüsusiyyət daşıyır. Yəni kitabları da göstərmək istəyirəm. Dostlar, bizim gələn parkımız. Bunlar bizim kitablarımızdır. Gənclərimizin də kitaba marağı böyükdür maşallah. Çox əla. Mən bu şeylərə görə daha çox sevindim. Ya Allah. Dostlar, keçək indi isə parkımıza. Yəni gənclərin nə qədər kitaba marağı olsa, böyük bir həvəs olsa, bir o qədər elmimiz və savadımız da bizim artar və güclənər. Bax, parklar qəşəng eliblər, istirahət mərkəzləri. Gördüyünüz kimi. Böyük düz kafe. Çox əla. Burada əvvəl minişlər var idi, indi yəqin ki yoxdur. Yox, var. Ha, var, indi də minişlər var. Ha, bu da buradadırlar. Velosipedli, nə bilim, digər. Kitay da gəlib bura. Çox qəşəng, əla. Nurlar, xoşuma gəlir. Anam balası. Bunu bildirim ki, təmiz kəhliyotu ilə, təmiz naturalni, bax, samovar çay içmək istəyənlər gəlib o belə ailəvi yerlərdə oturub istirahətini də eləyə bilərlər. Çox əla, səliqəli, xoşuma gəldi valla. Çubuq kofella. Ha, belə şeylər, buble kofella, nəmba belə bir şeylər var. Çox səliqəlidir. Naxçıvanım, Naxçıvanım, canım Naxçıvanım. Ürəyim Naxçıvanım. Dostum, gəldim. Mənə nə kebab verə bilərsən? Nə məsləhət deyirsən? Bəlkə birinci lülədən başlayaq. Dürüm edirsən ya qab dürümdür? Bu dəqiqə düşünmüşəm hazır. Aha. Sən qəzasını qoymuşsan o, fərqi yox. Sən necə məsləhət görsən? Bir də məsələn, hansı variantını söyle. Sən onda o dürüm hazırdır, elə onu ver mənə. Təzə çıxardıbsan da elə? Bəli, bəli. Tamam elə, onu ver mənə. İçməyə bir şey olacaq. İçməyə yox, hələ ki bir dənə bunu yeyim. Ayran var. Var. Ha, ayran verərsən. Tamam, orada olsun. Tamam, burada yumruda oturaram. Ya Allah, dostlar bax. Dürümümüz də hazır. Cahan qabağında, çox gözəl bir yerdə. Aha. Bəli. Birini görsünüz. İşte də, ot kimidir, ot kimidir. Dostlar, göz haqqınızla halal eləyin. Bunun tadına baxacağım. Bomba kimi. Süper. Uşaqlar orada oynayırlar. Çox maraqlı gəlir. Ləzzət eləyir bax ön tərəfimdə. Görüm göstərə biləcəmsə sizə. Görünür bilmirəm. Bax uşaqlar orada oynayırlar. Çox maraqlıdır. Yaşa, bu günü yaşa, bəli, bax, mən həmişə deyirəm. Bu günü yaşamadınsa da nə yaşayırsan?
Adamlar var ya. Pulunu yığırlar. Arkadaş özlerine de kısmet olmur valla. Hayatı bir defa yaşayırsan, onu da bugün yaşayırsan, bir saat sonra ne olacağını belli değil, bilmirsən. 10 dəqiqəni bilmirsən dostlar. Ona göre biraz hayatı maraqlı yaşamak lazımdır ki, ölüp gedəndə də deyəsən ki, ilahi bunları gördüm ki mən. Yani, Allah uzaq eləsin, ama hayatdır. Hamımızın kısmetinde var her şey. Bomba. Dostlar, ben toyuq da zakaz elədim. Bu arada toyuğumuz da geldi. Hep. Aha, bu arada bunun da dadına bakmamış, getmək üçün günaha batmaq kimi bir şeydir. Başa. Hoppa şundan mal. Çok əla. Pişiye de verdim sürümümüzden. Bunu söylersin. Kabapçı, süper. Uşaqların əyləncə məkanı. Kababı yedim. Perfecto. Süper. Ləzzət elədi. Əla. Gördüyünüz kimi bax dostlar. Cahana girəcəm. Denənliyə. Kartı qaytarmalıyam bu arada. Kartı qaytarırsan təzədən özdabat edirlər öz pulu. Bir tane şey götürebilseydim ne zor olardı. O DJ profesyonel çəkiliş. İnşallah alacağım. Kartımızı qaytardıq dostlar. Pulumuzu geri aldık. Şimdi gedək bir stəkan qəşəng çay çək. Yayın olmazsa olmazı nədir? Çay. Gördüyünüz kimi dostlar, insanlar çoxalıbdılar. Yəni ətraf hamısı şəxslərdir. Gördüyünüz kimi çox gözəl. Yəni hər tərəf insanlarla qaynayır. Bu da bizim cahan. Gördüyünüz kimi dostlar, qəşəng əyləncə parkıdır. Kimlər inşallah gəlmək istəsə, birinci dediyim kimi Məhəmməd dayı ilə əlaqə saxlasın. İlk videomda var, bundan əvvəlki videomda. Məhəmməd dayı ilə əlaqə saxlayın. Değerli dostlar. Hazırda burada qəşəng samovar çay içəm. Gözəl samovarları var, közdə çayları var. İnşallah gəlib siz də burada çayınızı içə bilərsiniz. Ya Allah. İstəyə bilərik. Çayımız, varennamız, qoz varennası, təmiz ordubat. Hamısı burada. Gördüyünüz kimi mükəmməl. Buna deyirlər perfecto. Super. Yani həzzi yaşa. Baxışlar gördüyünüz kimi. Əla. Bak karşıda da olan samovarımız da. Görürsünüz dostlar. Odun üstünde bak yandırılır. Pet, samovar hamısı tam qaydasında. Gəldiksə bu əyləncə qalan burada mütləq, amma mütləq bura gəlməyinizi tövsiyə eləyirəm. Super. Çayımızdaki gördüyünüz kimi əladır. Bu varenna təmiz qoz varennasıdır. Ordubatdan gəlibdir. Yəni Bakıda bu şey çətin tapılar. Çətin. Odur ki, gözəlim Naxçıvandadır bunların hamısı. Göz haqqınızı halal eləyin dostlar. Fantastik. Fantastik, perfecto. Olduğu kimi.
Vallahi əla. İnsanların əyləncəsini göstərmək istəyirəm dostlar sizə. Baxın. Necə gözəl insanlar əylənirlər. Hoppa, getdi. Qəşəng. Dostlar, hal-hazırda durduq. İnşallah sağollaşaq bunlarla. Dostum, haqqınızı halal elə. Çox sağ olun, var olasınız inşallah. Gördünüz kimi, gəlsəz Naxçıvana bu gözəl yeri unutmayın. Baxın. Super, perfecto. Buna deyirlər. Gələrsiniz inşallah. Bura sizin xidmətinizdədir. Çox gözəl yerlərdə. Dostlar, insanları görürsünüz. İnsanlar çoxalır. Hətta o biri tərəflər, bu biri tərəflər, hər yer insanlarla qaynayır. Çox kafelər, hər yer. Yəni bura demək olar ki, gecə əsasən başlayır həyat. Axşam saat 8-9 sonrası insanların gəliş gediş yeri olur ki. Cahan. Artıq mən yavaş-yavaş getmək istəyirəm. Amma insanlar yavaş-yavaş daha da çoxalırlar. Mənzərə gözəldir. Bura çox əylənməli və gözəl bir yerdir dostlar. İnşallah siz də gəlsəz bu gözəlliklərdən istifadə edə bilərsiniz. Tam səmimi deyirəm. Bura Naxçıvan deyil. Bura birbaşa candır, dərmandır, ürəkdir vallahi. Hər yeri gözəldir ha. Hər yeri. Gördüyünüz kimi hər bir şey var. Çox gözəl xidmətlər var, çox gözəl şərait var. Baxa bilərsiniz. Mükəmməl yerlərdir dostlar. İnsanlara baxın, hamı daha önce çoxalır, artır. Əhali yavaş-yavaş daha çoxalırlar. Hələ millət indi gəlir. Biz də yavaş-yavaş indi gedirik. Daha da gecdir. Yəni millət hər kəs parkda oturub, istirahət edir. Gördüyünüz kimi. Bayaq bura bombalan boş idi. Mən gələndə indi iğnə atsan yerə düşməz, heç stol tapıb oturmaq da olmur. Gördüyünüz kimi çox qəşəngdir, mükəmməl. Tam səliqəli, tam gözəl yerlər. Menyular burada qeyd olunubdur. Gördüyünüz kimi sipariş cipsi zat, hər şey var. Çox gözəl yerdir. Orada da dondurması mövcuddur. Oturmağa belə yerlər də mövcuddur. Hazırda marketə gedirəm dostlar. Buranın böyük bir marketinə. Yəni əyləncə məkanının yaxınlığındadır. Gördüyünüz kimi. Burada da maşınlar doludur. Çoxdur maşallah. Gələnlər, əylənmək istəyənlər, istirahətə gələnlər, işdən çıxıb gələnlər, hər kəs gəlir bura. Biz marketdən çıxıb gedəcəyik otelə. Bugün qalıb sabah Bakıda çəkilişlərimizi davam edəcəyik. İnşallah sabahın kanala bayanen abone olun ki, sabahın çəkilişlərini hava limanına qədər, Bakıya düşməyimə qədər, məni qarşılamaqlarına qədər hər bir şeyi toçka izləmiş olasınız inşallah. Ya Allah'ın adı. Gedək.